Bişr ibn Hafi İmam Musa Kazım əleyhissalamın dövründə yaşayırdı. Bişr ibn Hafi şərabxor insan olub. Üzr istəyirəm, gələr evində bir məclis təşkil edərdi, haram bir məclis təşkil edərdi və orada qadınları çağırardı. Məsələn, qadınlar rəqs edərdilər, səs-küy salardılar, oynayardılar. Bu kimi işlərlə məşğul olardılar, içki içərdilər, şərab içərdilər. Bişr ibn Hafi də məclisin başında oturub bunlara baxardı, özü də içərdi. Bir növ belə desəm, öz keyfində idi. Bişr ibn Hafi bir yanında olan kənizə, qadınlardan birinə deyir ki, düş aşağı və yaxud da həyətə çıx, indi aşağı deməyək, həyətə çıx, orada bir şey var, onu götür gəl. Nəql edirlər ki, bu xanım çıxdı, bu qadın çıxdı, həyətdən bir şey vardı, onu götürmək istəyəndə həmin anda İmam Musa Kazım gəlib keçirdi, o evin qarşısından keçirdi. İmam Musa Kazım o evin qarşısında dayandı, gördü ki, səs-küy gəlir də. Orada rəqs səsi var, oynayırlar, deyirlər, gülürlər. Özlərində deyirlər, İmam Musa Kazım durub o evə baxır, gözləyir. O xanım çölə çıxanda İmam Musa Kazım onu gördü. Xanım zahirən belə görsənir ki, imamı tanıdı. Gəldi imamın yanına, dedi ki, buyurun, sizə nə lazım idi? İmam buyurdu ki, bu evin sahibi kimdir? Xanım dedi ki, bu evin sahibi bizim ağamız Bişr ibn Hafidir. İmam dedi ki, bu şəxs quldur, yoxsa azaddır? Belə bir quldarlıq dövründə idi də. Bu şəxs quldur, kimisə quludur, yoxsa azaddır? Xanım dedi ki, xeyr, o qul deyil, heç kimin qulu deyil, o azaddır. Azad bir şəxs. Xanım elə bilində yaxşı bir söz deyir də. İmam Musa Kazım dedi ki, düz deyirsən, o azad şəxsdir. O qul olsaydı bu işi görməzdi. İmam da Allah tərəfi yanaşır. Yəni demək istəyir ki, o Allahın qulu olsaydı bu işi görməzdi. Yalançı azadlığa qərq olub, bax, özünü itirib. Xanım başa düşmədi. Bunu İmam Musa Kazım dedi, getdi. Xanım qayıtdı evə, Bişr ibn Hafi ona dedi ki, sən niyə gec getdin? Nə oldu, niyə belə gec gəldin? Dedi ki, çöldə bir kişi var idi. Bütün o hadisəni nəql edir, o diyaloqu nəql edir. Bişr ibn Hafi birdən ona həyəcan gəlir. Ayağa qalxır, ayaq yalın, düşyalın gedir, həyətə çıxır. İmam Musa Kazımın arxasınca elə qaçır, bir dizin qoyur yerə, imamın ətəyindən yapışır, deyir ki, ya imam, bağışla, üzr istəyirəm səndən. Və deyirlər ki, Bişr ibn Hafi zəmanətsinin arifinə çevrilir.